Sonra qardaşımız buyurur ki, istixarə etdim, sonra evləndim və sonra da boşandım, ayrıldıq və müəyyən sıxıntılar baş verdi. Və vallahi bu da əgər istixarəni doğru etmisənsə və bil ki, bu da sənin üçün xeyirdir. İnsan əmin olmalıdır ki, burada da bir xeyirlər var. Burada da bir ibrət var, burada da bir dərs var. Çünki insan xeyrin harda olduğunu bilmir. Bəzən olur ki, o hal, o məqamın, evlənməyin, sonra boşanmağın, bunlar hamısı Allahın təqdirində yazılıb. Və onlar hamısı yazılıb və burada da böyük xeyirlər var. Burada da böyük xeyirlər var. Çünki biz düşünürük ki, istixarədən sonra hər şey düz getməlidir deyə bir qayda yoxdur. Mütləq müminin həyatında sıxıntılar olmalıdır. Necə ki, Rəbbimiz Bəqərə surəsində buyurur ki, وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِنَ الْخَوْفِ وَالْجُوعِ وَنَقْصٍ مِنَ الْأَمْوَالِ وَالْأَنْفُسِ وَالثَّمَرَاتِ Deyir ki, sizləri imtihan edərik. Nə ilə? Qorxu ilə, ailənizlə, nəfsinizlə, malla, mülklə. Bu imtihanlar mütləq olmalıdır. Hər bir imtihan olmalıdır. Bizdən xeyirlilərin də həyatında baş verib, sahabələrin də həyatında olub, boşanma da olub, evdə problemlər də olub, sıxıntılar da olub. Bunlar baş verə bilər. O demək deyil ki, sən istixarə etdinsə, sənin ölənə qədər sənin işlərin %100 getməlidir. Belə bir qayda yoxdur. Sadəcə biz istixarə edirik və Allaha təvəkkül edirik və inşallah ki, nə baş verirsə xeyirdir. Hətta onun sirri bizə açılsaydı, o boşanmanın, o evliliyin burada da böyük hikmətlər və xeyirlər var. Sadəcə onu biz bilmirik. Bəzən olur o xeyirlər bizlərə açılır. Allah subhanahu wa ta'ala bəzən 10 il sonra, 15 il sonra onu bizə göstərir. Və bəzən də o bizə açılmır, hər bir halda xeyirdir. Ona görə əgər biz istixarə ediriksə və inşallah ki, gözəl nəticələr olur, hətta sıxıntılar olsa belə bilməliyik ki, bu Allahın imtihanıdır və necə ki, möminlərə ayət-i kərimədə də xatırladıq ki, Bəqərə surəsində imtihanlar olunur və sonunda Rəbbimiz nə buyurur? وَبَشِّرِ الصَّابِرِينَ Səbr edənləri müjdələ. Ona görə hər bir müminin həyatında müəyyən sıxıntılar var. Ailəsində də ola bilər, malında da ola bilər, maşınında da, miniyində, evində, işində, səhhətində hər bir halımızda sıxıntılar, imtihanlar ola bilər. Ona görə Allah subhanahu wa ta'alədən hər bir şeyin xeyirlisini istəmək lazım ki, Rəbbimiz bizləri xeyirlərə müvəffəq etsin. Allah subhanahu wa ta'ala bizə işli faydalanlardan etsin. Və sallallahu və səlləm alə nəbiyyina və habibina Muhammed.